Bir qalanın sirrindəki Göygöz Kosanın hansı tarixi şəxsiyyətə bənzədildiyini bilirsiniz? İzləyək. Sən məni yaxşı tanıyırsan. Axı mən də kimyagərəm. Bu dərmanın necə hazırlandığını axtarıb tapa bilərəm, bəli. Əslində obrazın adının Göygöz olması təsadüfi deyil. Çünki bir çox xalqların folklorunda, mədəniyyətində Göygözlər şeytanlarla əlaqələndirilib. Ancaq bizim Göygöz Kosamız barədə daha maraqlı bir məqam onun tarixi fiquru olan Ağa Məhəmməd Şah Qacara bənzədilməsidir. Bu bənzərlik həm aktyorun üz cizgilərində, həm geyimində, ən çox isə xasiyyətində özünü büruzə verir. Tarixən Ağa Məhəmməd Şah Qacar insanlara verdiyi zülmlə xatırlanır. Buna səbəb kimi isə uşaqlıqda xədim olması göstərilir. Sovet dövründə bu zülmlərə görə onu şeytanlaşdırıb insanlara təqdim edirdilər. Şah Qacarın üzündə tük çıxmaması da Göygöz Kosa ilə oxşarlığa dəlalət edir. Bəs sizcə onlar oxşayırmı?